Paytaxtın Səbail və Nəsimi rayonlarında içməli su problemi yaşanır. Sakinlərin sözlərinə görə artıq 3 günə yaxındır ki, susuzluqdan əziyyət çəkirlər. 6-cı mikrorayon ərazisində də sakinlər susardan əziyyət çəkir. Problemlər nədən qaynaqlanır? Nəhayət nə vaxt sakinlərə içməli su verilişi bərpa olunacaq? Əməkdaşımız Nurlan Şiraliyev bunu öyrənməyə çalışıb. Süjeti izləyək. Ayın 5-dən gecə saat 11-dən su yoxdur. Bugün də ayın 7-sidir. Dün adamlar bu saat hamı küçələrdədir. Su yoxdur. Zəng eləmişik su idarəsinə. Deyir ki, verəcək, bu gün verəcək. Batamdaqda su partlayıb. Su xətti partlayıb. Hələ ki, bugünə qədər gözləyirik, yoxdur. Badamdar qəsəbəsi Nurəddin Paşayev küçəsindəyi paytaxtda yaşanan su probleminin məhz bu nöqtədən qaynaqlandığı bildirilir. Ərazidən keçən su borusunda qəza baş verməsi nəticəsində artıq 3 günə yaxındır ki, Badamdar qəsəbəsinin bir hissəsində və Bayıl qəsəbəsinin bir hissəsində suyun verilməsi dayandırılıb. Kadrlardan da göründüyü kimi hazırda ərazidə təmir işləri davam edir. Onu da qeyd edim ki, sakinlər suya olan tələbatını bu formada gördüyünüz kimi su maşınları vasitəsilə təmin edirlər. Dünən o biri məhəlləyə gətirmişlər maşınla daşıdıq. Bu gün də bura. İndi belə də əlavə də alırıq da. Buna yetmir axı. 3 gün 2 gecədə işləyirlər, gecə də işləyirlər. Suyun verilməsi bu formada təmin edilir. Dünən, bugün bu formada təmin edilir. Xadnoy gecədən su kəsilib. Tamam. Gecədən su kəsilib. Niyə bu qədər gecikir? 3 gün su olmamaq demək olar ki, iflic vəziyyətindədir. Analoji mənzərə 6-cı mikrorayon ərazisində də hökm sürür. Hardasa 3 gündür su gəlmir. Onun qonşular artıq neçə gündür ki, maşından su sifariş edib su alırlar. Bəs problem niyə aradan qaldırılmır? Sualı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə ünvanladıq. Qurumdan ATV xəbərə bildirildi ki, su problemi yaranan ünvanlarda qəza briqadaları bərpa işləri görür. Gün ərzində işlər yekunlaşdırılacaq, suyun verilməsi bərpa ediləcək. Nurlan Şiraliyev, Ayxan Eyvazoğlu, ATV xəbər.